Tək ana südü ilə bəslənən körpələrdə böyük bayıra çıxma tezliyi çox fərqli olur. Belə ki, həyatının ilk həftələrində uşaq böyük bayıra hər əmizdirmədən sonra çıxa bilər. İrəliləyən həftələrdə böyük bayıra çıxma sayı gün içində 2-3 dəfəyə qədər düşə bilər və 2 ayından 6 ayına qədər körpələr böyük bayıra daha da az çıxa bilər. Misal üçün, gündə 1 dəfə, 3 gündə 1 dəfə, 5 gündə 1 dəfə, hətta 10 gündə 1 dəfə çıxa bilərlər. Bu zaman uşağın nəcisi yumşaq olur, inkişafı yaxşı olur, çəki və boy artımı ayına görə və genetikasına görə tam normal olur. Tək ana südü ilə bəslənən körpələrin böyük bayıra gec-gec çıxmasının əsas səbəbi isə ondan ibarətdir ki, ana südü tam həzm olunduğuna görə və bağırsaqda tullantı hissəsi çox az olduğuna görə, bağırsaqlar isə bu tullantılarla tam dolmadığı müddətdə aktiv peristaltik əmələ gəlmədiyinə görə uşaq bayıra gec-gec çıxır. Lakin bunu 3 gün, 5 gün, 10 gündə bir elədiyi təqdirdə bütün bezi dolduracaq qədər edir. Əgər körpə sadəcə böyük bayıra deyil, eyni zamanda kiçik bayıra da çox gec-gec çıxırsa, əgər onun çəkisi və boyu ayına görə, doğum ölçülərinə görə və irsiyyətinə görə çox az inkişaf edirsə, o zaman mütləq pediatra müraciət etmək lazımdır.